Salam. Bilirsiniz, hər birimizin içində, bədənimizdə sakitcə axan, amma bütün həyatımızı təmin edən bir çay var. Bu, bizim qanımızdır. Yaxşı, bəs bu həyat çayını necə daha təmiz, daha güclü saxlamaq olar? Gəlin bugün təbiətin bizə verdiyi o möhtəşəm qidaları birlikdə kəşf edək. Yaxşı, hər şeydən əvvəl, gəlin bu çox vacib suala cavab tapaq. Niyə qanın təmiz olması bu qədər önəmlidir? Axı elə deyilmi ki, bədənimiz onsuz da özünü təmizləyir? Əlbəttə. Amma cavab bizim sağlamlığımızın hər bir detalına təsir edir. Və bu sual bizi bugünkü söhbətimizin tam mərkəzinə gətirir. Bir anlıq təsəvvür edin ki, sizin bədəniniz bir evdir. Bu evdəki qan isə borulardan axan sudur. Əgər su təmizdirsə, safdırsa, evdə hər şey, necə deyərlər, saat kimi işləyir. Amma su çirklənən kimi bütün sistemə zərər dəyə bilər. Bax, bizim qanımız da eyni ilə belə bir funksiyanı yerinə yetirir. Hər evin bir santexniki olduğu kimi bizim bədənimizin də öz santexnikləri var. Qaraciyər və böbrəklər. Onlar demək olar ki, bir an belə dayanmadan qanımızı filtrləyir, təmizləyir. Bizim əsas vəzifəmiz isə düzgün qidalarla bu çalışqan ustalara kömək etməkdir. Elə isə gəlin bu filtrlərimizə kömək edən o xüsusi təmizlik komandası ilə tanış olaq. Bax, bu qidalar bədənimizin daxili nizam-intizamını qoruyan əsl mütəxəssislərdir desək yeridir. Və budur bizim ulduz heyətimiz. Yaşıl tərəvəzlər, çuğundur, limon və greypfrut. Gəlin indi hər birinin missiyasına bir-bir baxaq, görək nə iş görürlər. Və ilk olaraq qarşınızda yaşıl tərəvəzlər. İspanaq, cəfəri, keşniş kimi qidalar. Onlara boş yerə bədənin süpürgəsi demirlər, çünki onlar həqiqətən də bütün sistemi sanki süpürüb təmizləyirlər. Bilirsiniz, bu tərəvəzlər sadəcə vitamin mənbəyi deyil, onlar eyni zamanda bədənimizi yüngülləşdirir, qanımızı daha sağlam edir və ən əsası zərərli maddələrin, yəni toksinlərin bədəndən xaric olmasına kömək edir. Sanki tam bir təmizlik əməliyyatı aparırlar. Keçək çuğundura. Ona boş yerə qan üçün enerji içkisi demirlər. Çünki o, qana güc verir, qaraciyərin işini yüngülləşdirir və qanın daha rahat axması üçün şərait yaradır. Yəni, əsl təbii güc mənbəyidir. Çuğundur bizim o əsas santexnikimiz olan qaraciyərin yükünü xeyli azaldır və bununla da qanın damarlardan, yəni bizim borulardan daha ravan axmasını təmin edir. Bu, elə-belə deyilən bir söz deyil, bunu birbaşa hiss edəcəyiniz bir təsirdir. Çünki təmiz qan daha çox oksigen daşıyır və bu da özünü dərhal enerji artımında göstərir. Rasionunuza çuğundur əlavə edin, fərqi özünüz görəcəksiniz. Yaxşı, bədənimizi təmizlədik, indi isə gəlin diqqətimizi qan dövranına, yəni qanın bədəndəki hərəkətini yaxşılaşdıran o güclərə yönəldək. Bu kateqoriyanın da öz qəhrəmanları var əlbəttə. Sarımsaq, zəncəfil və sarı kök, bir də yağlı balıqlar. Onların hər birinin qan dövranı sistemimiz üçün fərqli, amma eyni dərəcədə vacib bir rolu var. Gəlin sarımsağı qan damarlarımız üçün bir növ yol tənzimləyicisi kimi düşünək. O, tıxacların qarşısını alır, yolları açır, genişləndirir və qanın bütün bədənə sərbəst şəkildə çatmasını təmin edir. Bu nə deməkdir? Bu o deməkdir ki, barmaqlarınızın ucundan tutmuş beyninizə qədər hər bir hüceyrə daha yaxşı nəfəs alır. Bu həqiqətən çox maraqlı bir tarixi faktdır. Düşünün, qədim insanlar hələ heç bir laboratoriya olmadan sadəcə təcrübə ilə sarımsağın gücünü kəşf ediblər. İndi isə müasir elm onların 1000 illər əvvəl bildiyini sadəcə təsdiqləyir. Bu balaca tərəvəz əsl təbii dərmandır. Zəncəfil və sarıkök. Bu dinamik ikili bədəni sanki içərdən isidir. Yəni, qan dövranını sürətləndirir, iltihabı azaldır və qanı təmizləyir. Onlar sistemin əsl qızdırıcı elementləridir. Hə, indi isə gəlin əsl komanda işinə baxaq. Baxın, sarıkök tək başına çox faydalıdır, amma onun əsl super gücünü üzə çıxaran bir partnyoru var, qara istiot. İşin sirri nədir? Qara istiotun içindəki piperin adlı maddə, sarıkökdəki o möcüzəvi kurkuminin bədən tərəfindən mənimsənilməsini, diqqət edin, dəfələrlə artırır. Bu, təbiətin mükəmməl bir komanda işidir. Omega-3 ilə zəngin olan balıq növləri, məsələn somon və ya sardina, sistemimiz üçün əla bir yağlayıcı rolunu oynayır. Necə ki bir mexanizmi yağlayanda daha yaxşı işləyir, balıq da qanı daha sağlam edir, ürəyi dəstəkləyir və axını asanlaşdırır. Bəlkə də həftəlik menyunuzə əlavə edə biləcəyiniz ən faydalı vərdişlərdən biridir. Soruşacaqsınız niyə? Çünki yağlı balıqların tərkibindəki omega-3 yağ turşuları var ha, onlar qanın laxtalanmasının qarşısını alır, damarları daha elastik edir, hətta ürəyimizin ritmini belə tənzimləyir. Yəni ürəyiniz üçün bundan yaxşı hədiyyə ola bilməz.
Yaxşı, indi isə səhnəyə bədənimizi qoruyan kiçik qəhrəmanlarımız çıxır. Antioksidantlarla zəngin olan bu qidalar sanki bədənimizin müdafiə qalxanını daha da gücləndirir. Burada iki fərqli mühafizəçinin işini çox aydın görmək olur. Bir tərəfdə qara gilə meyvələr var, məsələn, böyürtkən. Onlar birbaşa qanı və damarları qoruyur. O biri tərəfdə isə yaşıl çay var. O isə bütün bədən üçün yumşaq, amma çox təsirli bir təmizlik, yəni bir növ daxili duş effekti yaradır. Bax bu mədəni fakt yaşıl çayın gücünü əslində mükəmməl şəkildə izah edir. Düşünün, Yaponiyadakı o məşhur uzunömürlülük heç də təsadüfi deyil. Bu, gündəlik həyatlarına daxil etdikləri kiçik, amma çox güclü vərdişlərin nəticəsidir. Və yaşıl çay həmin o sağlam həyat tərzinin təməl daşlarından biridir. Bütün bu möhtəşəm qidalar haqqında danışdıq, amma hekayənin əsl, danılmaz bir qəhrəmanı var. Bütün təmizlik proseslərinin təməlində dayanan o element su. Bəlkə də sağlamlıq üçün ən sadə, amma ən güclü resept budur. Bilirsiniz, yetərincə su içməyəndə qanımız qatılaşır. Sanki içimizdəki o çay yox, palçıq kimi axmağa başlayır. Gündə cəmi 6-8 stəkan su isə bu çayın axarını təmin edir, bütün sistemimizin saat kimi işləməsinə kömək olur. Budur sizin tam təmir baxım dəstiniz. Yaşıl tərəvəzlər, çuğundur, sarımsaq, zəncəfil və sarı kök, sitruslar, balıq, yaşıl çay, tünd gilə meyvələr və əlbəttə ki su. Bu 9 alət bədəninizin santexnika sistemini ən yüksək səviyyədə saxlamaq üçün sizin əlinizdədir. Və gəlin bugünkü söhbətimizi bir sualla bitirək. Bugün, bax elə bugün bədəninizə bu siyahıdan hansı kiçik, amma güclü bir dəstəyə əlavə edəcəksiniz? Bəlkə bir stəkan yaşıl çay, yoxsa salatınıza biraz ispanaq qatmaq? Seçim sizindir. Əsas odur ki, sağlam qalın.